Gəlin, Newcastle azərkeşlərinin Çempionlar Liqası oyunu üçün Bakıya səfəri ərəfəsində nələr müzakirə etdiyinə qısaca baxaq. Məsələ budur ki, Ağdamın Qarabağ klubu ilə play-off oyunu yaxınlaşır. Və İngilis fanatlar sosial şəbəkələrdə səfərlə bağlı demək olar ki, hər şey danışırlar. Deməli, birinci məsələ logistikadır. Görünür, Newcastle-dan Bakıya çatmaq heç də asan deyil. Hətta bir fanat zarafatla yazıb ki, Bakıya 3-dən az uçuşla gəlib çıxa bilsəniz, deməli sizə 2 qat xal düşür. Bakı haqqında çox müsbət rəylər var. Məsələn, əvvəllər Azərbaycanda işləmiş birisi Bakını əla şəhər adlandırıb, hətta gediləcək yerli pubları belə tövsiyə edib. Deyilənə görə 2000-dən çox azərkeş bu uzun səfərə çıxmağı gözə alıb. Və nəhayət, üçüncüsü, Qarabağa olan münasibət. Və bilin ki, onlar rəqibi heç də zəif hesab etmirlər. Hətta xatırladırlar ki, Qarabağ bu mövsüm Chelsea ilə heç-heçə edib. Və Bakıda onlar doğrudan da çox güclüdürlər deyirlər. Bəziləri hətta xəbərdarlıq edir ki, əgər əsas heyətlə oynamasalar, sadəcə rüsvay ola bilərlər. Yəni, bir sözlə, İngilis fanatlar Bakıya həm səhayət çətinliklərini, həm də rəqibin gücünü nəzərə alaraq, amma böyük maraqla gəlirlər.